Deməli, müəllimlər, növbəti nəzəriyyəmiz əməkdaşlıq və proaktiv həllər. Bu nəzəriyyənin müəllifi isə Ross Greendir, əməkdaşlıq və proaktiv həllər nəzəriyyəsi. Bu nəzəriyyənin də əsas iki mahiyyəti var. Bu iki mahiyyətindən danışacaq. Əslində ilə biz bu nəzəriyyələr haqqında danışanda mənə elə gəlir ki, burada hər bir şey aydındır. Çünki ya hər hansı bir şagirdi xatırlayırıq, ya öz iş təcrübəmizdə səhvlərimizi düşünürük, ya müsbətlərimizi düşünürük. Baxırıq ki, elə bu nəzəriyyələrin hamısını biz şahidi olmuşuq. Deməli, müəllimlər, əməkdaşlıq və proaktiv həllər nəzəriyyəsinə görə iki əsas tələb var. Burada tələb olunan bacarıqların lazımi səviyyədə olmaması və həll edilməmiş problemlər. Bu nə deməkdir? Yəni, tələb olunan bacarıqların lazımi səviyyədə olmaması. Məsələn, biz hər hansı bir tapşırığı uşaqlara veririk işləməyə. Bizim gözləntimiz çoxdur, amma şagirdin hələ o tapşırığı etmək üçün bir bacarığı yoxdur. Məsələn, özümüzü düşünək. Tutaq ki, direktor gəlib sizə deyir ki, sabah gedin bu illik şagirdlərin siyahısını, onların nəticələrini, nailiyyətlərini Excel-də işləyin, gətirin. Bu zaman siz necə davranış sərgiləyərsiniz? Bir anlıq düşünsək, həmin an insan əsəbləşər, Excel-də işləməyə bacarmayan insan əsəbləşər, deyinər, düzdürmü? Yəni, tələb olunan bacarıqların lazım səviyyədə olmaması onu demək istəyir ki, yəni biz şagirddən gözləntimiz çoxdur, amma o hələ bu bacarığa sahib deyil. Bu şagirddə davranış pozuntusuna gətirib çıxaracaq. Şagirdin mənfi davranışlarını sərgiləməyə gətirib çıxaracaq. Yəni, əslində şagirdlərin mənfi davranışlarını biz çözəndə baxırıq ki, bunun səbəbi var və bunun müxtəlif səbəbi ola bilər. Biz əvvəlki nəzəriyyələrimizdə də danışdıq. Və yaxud həll edilməmiş problemlər nədir? Yəni, biz uşaqlar, məsələn, doğuluşda müsbət davranışa motivasiyalıdırlar. Biz, yəni, müsbət formada biz uşaqları hər hansı bir o problemi aradan qaldırmağa çalışmış olsaq, məsələn, düşünməyək ki, məsələn, bu uşağın motivasiyası azdır və yaxud da bu uşağın iradəsi azdır, bu uşaq deyək ki, eləmir də bunu, öhdəsindən gəlmir deyə yox. Sadəcə olaraq bizim bu uşaqdan istədiyimiz hələ ki uşağın bacarıq səviyyəsində deyil. Hələ ki bacarmır bu uşaq. Yəni, bu uşaqda o bacarıq olsa, bu tapşırığı da həll edə bilər və yaxud da bu layihə işini də həll edə bilər, layihə işini də öhdəsindən gələ bilər. Yəni, bunun üçün ilk öncə uşaq buna hazır olmalıdır. Yəni, bu nəzəriyyəyə görə, əməkdaşlıq və proaktiv nəzəriyyəsinə görə, yəni, şagirdlərin hər hansı bir davranış göstərməsi, davranış problemləri bu səbəblərdən dolayı baş verir. Bəs biz bunun üçün nə etməliyik? Yəni, bu problemləri necə aradan qaldırmalıyıq? Bunun üçün biz şagirdlə empatiya qurmalıyıq. Yəni, biz bilməliyik ki, empatiya quraq bir şagirddən özümüzü bir şagirdin yerinə qoyaq, bir şagirdin perspektivindən baxaq məsələyə, görək ki, şagird bu verilən işi niyə öhdəsindən gələ bilmir. Sonra biz problemi müəyyənləşdiririk ki, səbəbi nədir? Məsələn, müəyyənləşdiririk ki, hələ ki şagird bunun öhdəsindən gələcək səviyyədə deyil. Yəni, bilik səviyyəsi, bacarıq səviyyəsi o səviyyədə deyil. Sonra isə biz şagirdlə nə edirik? Əməkdaşlıq edirik. Yəni, problemi həll etmək üçün biz bərabər bir yerdə çalışırıq, əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın nəticəsində bir yerdə əməkdaşlıq edək də həmin bacarığı şagirddə formalaşdırmış oluruq. Və bu cür yanaşmaları da tətbiq etmək üçün əlbəttə ki, biz dəstəkləyici mühit yaratmalıyıq. Dəstəkləyici mühit öyrənmə prosesinin, təlim-tədris prosesinin hər mərhələsində önəmlidir və yaxud da problemin həllinə biz diqqət yetirməliyik. Məsələn,
baxmalıyıq ki, məsələn, davranış çətinlikləri olan şagirddə, məsələn, baxmalıyıq ki, hansı çatışmazlıqlar var, bu məsələ nədən qaynaqlanır. Buna görə də problemin həllinə mütləq diqqətli olmalıyıq. Və yaxud da ki, öz diqqətimizi də cəmləşdirməyə bacarmalıyıq. Məsələn, şagird hər hansı bir davranış sərgiləyəndə, mənfi davranış sərgiləyəndə, hər hansı bir davranışında problem olanda, biz bunu, təbii ki, biz burada qəzəblənə də bilərik, məsələn, idarə etməni itirə də bilərik, insanıq da, yəni hər bir şey ola bilər. Amma biz müəllim olaraq çalışmalıyıq ki, bu hallarda biz diqqətimizi cəmləyək, nəzarətimizi, özümüzə nəzarəti itirməyək və mütləq ki, problemin həllinə çalışaq. Bu da qısa bir nəzəriyyə idi, müəllimlər. Əməkdaşlıq və proaktiv həllər nəzəriyyəsi. Dedik ki, Ross-Greenin nəzəriyyəsidir. Yəni, şagirdlərdə davranış problemləridir. 2 səbəbdən qaynaqlanır. Tələb olunan bacarıqların lazımi səviyyədə olmaması. Məsələn, biz hər hansı bir iş tələb edirik, hər hansı bir şagirddən gözləntimiz olur. Amma bu gözləntini reallaşdırmaq üçün şagirdin bacarığı hələ o səviyyədə deyil dedik. Həll edilməmiş problemlər. Biz dedik ki, bu problemləri necə aradan qaldıra bilərik? Şagirdin bu davranış problemlərini aradan qaldırmaq üçün dedik ki, nə etməliyik? Empatiya qurmalıyıq, problemi müəyyənləşdirməliyik və əməkdaşlıq etməliyik. Bu da əziz müəllimlər, əməkdaşlıq və proaktiv həllər nəzəriyyəmiz. Keçək növbəti nəzəriyyəmizə.